Amerikadan salam. Hazırda bazarlıq eləyirik və sonda çeki göstərəcəm nə qədər pul tutdu. Bizim bazarlığımız alma aldıq, banan aldıq, pomidor, sarımsaq, xiyar, limon və növbəti aldığımız şey qarpız. Təbii ki, parnikdir. Yenə də adamın canı çəkir, almaq istəyir. Xurmadır. Daha sonra gedirik növbəti alacaqlarımız ərzaqların yanına. Daha sonra buradan alırıq duz. Burada yodsuz duz da var, yodlu duzların müxtəlif növləri də var. Yağ aldıq. Daha sonra isə su və alış-verişimiz davam eləyir. Burada isə yumurtanın birini organik alırıq, birini adi yumurta alırıq. Burada isə bu şüşənin üzərində, qapının üzərində yazılır ki, yumurtadan yalnız 2 kaset ala bilərik. Limit of 2, bilmirik niyə, amma əlavə almağa icazə yoxdur. Yalnız 2 kaset aldıq. Daha sonra isə alış-verişimizi davam elətdiririk. Müxtəlif növ salfetlər alırıq. Stol üstü belə istifadə edəcəyimiz salfetlər. Və alış-verişimiz davam eləyir. Sonda isə təbii ki, çeki göstərəcəm. Alacağımız şeylərdən biri də paraşokdur. Daha sonra növbəti stol üstü salfetka, sabunlar alırıq burada. Və qab şampunu alırıq. Bəzən qab yuyan maşına atırıq, amma bəzən də əldə yuyulur. Bu arada deyim ki, burada zibilləri adi klokda qoya bilməzsiniz. Mütləq zibil klokları olmalıdır. Bu isə aldığımız zibil klokları, eləcə də diş şotkası, diş pastası, uşağı üçün sok, qazlı su və alış-verişimiz hələ də davam eləyir və özümüz üçün alırıq sokları. Daha sonra isə qabyan maşını üçün tabletlərdir. Bu arada Barilla makaronlarını çox sevirəm və burada da alırıq. İstifadə çox eləyirik. Eləcə də portağal soku və salatlara vurulmaq üçün zeytun yağı. Və bundan sonra da yəqin ki, 1-2 abur-cubur alırıq. Və salam, alış-verişimiz burada bitir. Və bütün bunlar hardasa bir həftəlik, 10 günlük alış-verişdir 3-4 nəfər üçün. Sonda isə aldığımız hər şeyi təbii ki, kasaya qoyuruq və kassir də artıq bizi tanıyır, çünki evimizin yanıdır. Bizim alış-verişimiz tutdu ümumilikdə $144 54 sent. İndi siz mənə deyin görün, bu çoxdur, yoxsa azdır? Bu arada biz Lidl marketlər şəbəkəsindən alış-veriş eləyirik. Bu Alman marketidir. Digər marketlərlə müqayisədə qiymətlər daha ucuzdur. Amma alış-veriş etdikdə görürük ki, qiymətlər qalxır.